İşğaldan azad olunmuş ərazilərimizə ilk köçün ünvanındayıq. Zəngilan rayonunun Ağalı kəndində. Zəngilan rayonunun Ağalı kəndinə ilk köç 2022-ci ilin iyulun 19-unda olub və o gündən bura köçən sakinlər öz həyatlarına elə bu kənddə davam edirlər. Ağalda bizi səliqəli yollar, müasir üslubda inşa olunan evlər, məktəb və uşaq bağçasının həyətindən eşidilən uşaq səsləri qarşılayır. Bir vaxtlar düşmənin xarabalığa çevirdiyi bu məkan indi dirçəlişin simvoludur. Həyat Namazova Ağalıya ilk qayıdan sakinlərdən biridir. Onun hər iki oğlu kəndin bərpasında iştirak edib. Elə indi yaşadıkları evin tikintisində də onların əməyi var. Yoldaşım da əslən buralıdır, Ağalıda yaşamışıq, qaşqın getmişik. Balalarım, oğlanlarım deyibdi ki, atamın vətəninə gedək, biz qayıtmışıq ata vətəninə. Gələndən də burada yaşayırıq, çox xoşbəxtdik. Ağıllı kənd konsepsiyası əsasında yenidən qurulan kənddə hər ev alternativ enerji mənbələrinə qoşulub. Ekoloji təmiz mühit və müasir rabitə sistemi fəaliyyət göstərir. Bu təkcə kəndin deyil, bütövlükdə azad olunan ərazilərin bərpasına yanaşmanın təcəssümüdür. Yeni tikilmiş, yeni salınmış kənddir. Demək olar ki, qəsəbədir, kənd deyil. Çünki səksisi var, yolları gözəldir, yaxşıdır, işıqlanması yaxşıdır, hər bir şəraiti yaxşıdır. Təhsil millətin gələcəyidir. Ona görə də Ağalıda qayıdışın ilk günlərindən fəaliyyətini bərpa edən məkanlardan biri də kənd məktəbidir. Məktəbimiz artıq 4-cü ildir fəaliyyət göstərir. Qafqazda yeganə ağıllı məktəbdir bizim məktəbimiz, hansı ki, smart lövhələrlə, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Mən də bir Zəngilan sakini olaraq yerli vətəndaşlarımın kimya sahəsində uğur qazanmaq üçün əlimdən gələni əsirgəmirəm. Həmişə bura gəlməyi arzulamışam, maraqlı gəlib, çünki valideynlərim Bakıda olduğu müddət ərzində bura haqqda fikirlərini, xatirələrini bölüşürdülər və onların xatirələrini bölüşdüyü yerdə məzun olmaq da ayrı bir qürur verici hissdir. Hazırda Ağalıda 175 ailə yaşayır, yaradır və gələcəyə töhfə vermək üçün əlindən gələni edir.